30 mart, 5 aprel həftəlik bürclər gəlin, yaxın əyləşin, görək nələr vəd edir. Qoçlar, bu həftə işlərə, biznesə başlayacaqsınız, çox tələsirsiniz. Amma istəməsəniz belə işləmək məcburiyyətində olacağınız həftədəsiniz. Çünki bu ilin yeni ayı başlayır və siz hər şeyin başlanğıcını bu ayla qoyacaqsınız və bu günlərdən, bu həftədən başlayacaqsınız. Bədən sağlamlığınıza, mədə, bağırsaq sisteminizə və qidanıza fikir verin. Doğru düzgün bəslənin. İkili münasibətlərdə yoldaşınız, sevdiyiniz insanla anlaşılma problemləri ola bilər. Bu həftə yanlış anlaşacağınız bir həftəyə qədəm qoyursunuz. Əslində bu həftə yeni insanla tanış da ola bilərsiniz. Münasibət sisteminizə yeniliklər gələ bilər. Bu həftə sizi tənqidlər, iş gördüyünüz insanlardan bir tənqidlər gələ bilər, amma yenə tənqid etsə sizlə işləyəcəklər. Amma doğru düzgün qərarlar verməlisiniz. Bir də sevdiyiniz şəxslərlə, ikili iş qurduğunuz insanlarla bəziləri arasında ayrılıqlar ola bilər. İş sahəsində bu həftə əla, sevgi və eşq sahəsində isə artıq yanlış anlaşılacaq və özünüzdə böyük səhvlər düzəldəcəyiniz bir həftədəsiniz. Buğalarla davam edirik. Həftə çox əyləncəli bir həftədir. Ailəli buğaların ailəsi ilə bağlı, xüsusilə övladları ilə, oğul uşaqları ilə bağlı xərclər, xəbərlər ola bilər. Əslində işləməyə, pul qazanmaq mövzuları çox aktivdir. İstəsəniz bu həftə həmişəkindən artıq pul qazana bilərsiniz. Pul xərclərini, amma pul da xərcləyəcəyiniz həftədəsiniz. Əslində bu həftə özünüzə dəyər verdiyiniz, göz önündə olduğunuz və özünüzə qiymət verdiyiniz həftədəsiniz. Artıq bilirsiniz ki, ayın 2-sində tərəzidə bir dolunay var və bu sizin işinizdə möhkəm və güclü olmağa məsləhət bilir. Və sizə bunu məcbur edəcək. Gündəlik həyatınızı biraz yora bilər. Sizə ailə daxilində yoldaşınız, sevdiyiniz şəxs tərəfindən də biraz manipulyasiya olunmaq fikrini görəcəksiniz. Sizi idarə eləməyə çalışacaqlar. Fikir verməyin. Venera Plutonla təsiri həqiqətən sizə təsir edəcək ki, istəyir qohum-əqrəbə üçün, istəyir ailəniz, yoldaşınız, sevdiyiniz insan tərəfindən idarə olunmağa çalışacaqsınız. Bu da sizi bezdirə bilər. Ona görə də fikir verməyin. Cümədən etibarən iş mövzularında gözəl xəbərlər var. Əkizlərdən davam edirik. Həftəyə ailə, ocaq mövzuları aktivdir. Bir qonaq gələ bilər sizə. Bu qonaq gəlişi ilə sizə yeniliklər gətirə bilər, yeni xəbər gətirə bilər. Sizə uğurlu olacaq. Aprel ayı sizin üçün çox maraqlı keçəcək. 3 həftəlik bir dönəm başlayır. Veneranın buğaya keçməsi ilə bərabər bu 3 həftəlik içində çoxlu səfər səyahətlər edə bilərsiniz. Maddiyatınız imkan verirsə bunu edin. Keçmişdən olan insan və yaxud da hadisələrə bir də ki, beyin olaraq, düşüncə olaraq takıla bilərsiniz. Yəni onlara fikir dönə bilərsiniz. Xaricdən gözəl iş xəbərləri ola bilər və yaxud da xaricdən bir xəbər gözləyirsinizsə alacaqsınız. Ayın 2-sində olan, tərəzdəki olan bu dolunay sizin 4-cü gündən etibarən eşqdə, sevgidə, evlilik söhbətlərində çox yeni xəbər və məlumatlar verəcək. Əslində siz qarşınızdakı insanlara güvənirsinizmi? Sevgi sahəsində güvəndəsinizmi? Bu sualı özünüzə çox verəcəksiniz. Heç kəsə uymayın, heç kəsin işlərinə fikir verin, iş və pul yatırımlarında xüsusilə. Bir də övlad xəbəri var bu həftə. Bir çoxlarınız yeni övlad xəbəri ilə şad olacaqsınız. Bir də və yaxud da ki, ailənizdə olan ilk övladınızla bağlı ya xəbər ya da bir hadisə baş verə bilər. Biraz ayıq-sayıq olun. Bu pis mənada deyil. Cümə gündən etibarən gözəl sevgi, gözəl xəbərlər və işlə bağlı gözəl işlər, sövdələşmələr var və yaxud da bir CV vermisinizsə oradan xəbər ala bilərsiniz. Xərçənglərlə davam edəcəm. Hər kəslə mehriban və aktiv olacağınız həftədəsiniz. Dolunay sizi öz evinizdə bağlayacaq, belə deyək də. Bu ev gəlirlər var, amma həftə sonu pulda biraz gərginlik arta bilər. Pulunuzu kimlərlə və niyə xərcləyirsiniz fikir verin. Əslində ailənizin içində olan keçmiş mövzularda gündəmə gələ bilərsiniz. Bu mövzularda söz payınız olacaq. Valideynlərdən olan, xüsusən atanızla olan münasibətdə biraz mənfilik gətirə bilər sizə. Yanlış anlaşılma ola bilər və sizdə bu gərginləşdirə bilər. Gərginləşməyin. Bir də ki, simic olun bu həftə. Bəli, xərcləriniz çoxala bilər. Pul çox xərcləyirsiniz. Diqqətli olun. Gələcəyinizi düşünün və dəyişin. Öncə puldan sonra bütün sahələrdə. Aslanlarla davam edirik. Şir, aslan fərq etməz. Bu həftə pul mövzusu aktivləşir. Kiminsə borcu varsa qaytara bilər sizə və ya da siz kiminsə borclusunuzsa, kreditiniz varsa yadınızdan çıxa bilər. Bu həftə pul mövzuları bir həftənin 3-4-cü günə qədər davam eləyəcək. Öz xaricinizdə daxil nəsə dəyişə bilmək istəyəcəksiniz, dəyişəcəksiniz, gözəlləşəcəyiniz həftədəsiniz. Əslində belə bir fikirdə olsaz, edin, yaxşı nəticələr alacaqsınız. Yeni evlilik xəbəri var. Bu oradan müjdələrimi verirəm. Kimlər gözləyirsə o təklifi alacaqlar. Yeni tanışlıq da ola bilər. Dolunay sizə uzaqlardan da xəbər gətirə bilər. Bu bacı qardaşlarınızla da bağlı ola bilər. Yaxından birinci dərəcəli yaşadığınız qohumlarla da. Əslində pul çox xərcləməyin, lazımsız şeylərə pul xərcləməyin. Bu həftə birlikdə yaşadığınız insan, sevdiyiniz şəxsi, həyat yoldaşı olsun. Ondan özünüzə qarşı çox böyük qısqanclıq ola bilər. Biraz sizi narahat eləyə bilər bu proses.
Siz idarə olunmağı sevmirsiniz, normalda bilirsiniz. Ona görə də idarə olunmağı sevmirsinizsə elə hərəkətlər edin ki, sizi idarə etməyə çalışmasınlar. Amma pul gələcək həftədə, həftənin 4-cü gündən etibarən şillədə yaxşı pul var. Qızlarla davam edirik. Həftəyə özünüzü əsas tutacaqsınız. Həm göz önündə olacaqsınız, həm də 2 apreldən etibarən pul gətirir sizə bu dolunay. Özünüzü, pulunuzu necə düzgün idarə edəcəyinizi siz bundan sonraki 6 ayda öz qərarınızı bu həftə içində verəcəksiniz. Kiməsə pul xərcləməyin, çünki sonda uduzacağınızı görə bilərsiniz. Ağıllı olun, bazar günü Venera Boğaya keçir, sizdə ani səfər, səyahət xəbərləri çıxa bilər. Bəlkə də harasa gedib gəzmək istəyə bilərsiniz. Hər şeydən bezib, hər şeyi kənara buraxmaq istəyirsiniz. İş yerində işlədiyiniz insanların sizi axmaq yerinə qoyduğunun da şahidi olacaqsınız, amma əsəbləşməyin. Bir də siz sevdiyinizi qısqanıb bezdirə bilərsiniz. Bax, bu şeylərə diqqətli olun. Tərəzilərlə davam edirik. Bu həftə ayın ikisində, aprelin ikisində bir dolunay başlayır sizdə. Keçən həftədən olan yorğunluq və biraz üstünüzdə olan o məyusluq hissi bu həftə belə biraz sizə solğun başlada bilər, amma həftənin ikinci gündən etibarən vəziyyət düzəlir. Pul, kredit söhbətləriniz aktivləşir. Çox önəmlidir. Bunu həll edəcəksiniz. Bu balansı qorumağa çalışacaqsınız və bunu bacarmalısınız. Başqa variant yoxdur. Bu həftə özünüzə, gözəlliyinizə, sağlamlığınıza fikir verin. Özünüzü düzəldin, özünüzə qiymət verin. Yox sözü deməyi bacarın. Hər kəsə qarşı konkret olun. Bəzi hadisələr necə əmələ gəlibsə, indiyə qədər hadisə həyatınızda, onlara qarşı üsyan etməyin. O məsləhət imiş ki, o xeyirliymiş ki, olub deyərək davam edin. İkili münasibətlərdə sizə təsir edəcək partnyorunuza qarşı reaksiya bildirməyin. Pulla bağlı diqqətli olun. Pul itkisi olmasın deyə onlayn alış-verişdə nəsə alarkən, satarkən ehtiyatlı olun. Bir də övladlarınızdan övladlarınızla aranızda problem ola bilər siz onları bezdirə bilərsiniz və yaxud da əksinə övladlarınız nəsə bir hadisələri və hərəkətlərinə sizi bezdirə bilərlər. Yəni çox fikir verməyin. Hamınıza aktiv, hamınıza uğurlu, ruzli, bərəkətli həftə olsun və əqrəbləri də deyirik, bununla bitiririk. Çox aktiv sosiallaşacağınız, çox əylənəcəyiniz, amma çox da yorulacağınız bir həftədəsiniz. Ətrafınız gördüyünüz işlərdə hər bir şeydə yenilik var. Dolunay bu həftə sizə belə bir xəbər verir. Bir böyük işin üstü açılacaq. İşlə bağlı hazır olun. Kimsə tanıdığınız insanlarla bağlı kiminləsə bu həftə bir xəstəxanaya gedib gəlmə söhbətləri ola bilər. Biraz dincəlin, mənəvi halınızı düzəldin. Mənəvi psixoloji olaraq çox yorğunsunuz. Yuxu sisteminə fikir verin, sağlam qidaya fikir verin, daha çox havada olun. Baş ağrıları, yoxsa başın üst qapaq ağrıları çox ola bilər. Ehtiyatlı olun və olan hadisələrə qarşı üsyan etməyin. Venera Boğaya keçməsi insanların gözündə sizin güvəninizi artıracaq və siz özünüzü, sözünüzü deyəcəyiniz həftədəsiniz. Ön plandasınız. Əsas rol sizdədir. Sevdiyinizlə mehriban olun. Tək qalmamaq üçün biraz onu sıxma boğmaya gətirməyin. Aldım, qəbul etdim, kodlandım deyib. Ürək və bayrağa toxunun. Dəstək olmaq üçün, yəni dəstək lazımdır halallıq üçün öncədən təşəkkür.